16 mart 2025-ci il dim fizika sınağının suallarına baxaq. Deməli, bizdə 31 nömrəli tapşırıqda soruşur ki, təpələrində şəkildə göstərilən nöqtəvi yüklər olan kvadratın mərkəzində yerləşən müsbət nöqtəvi yükə təsirdən əvəzləyici qüvvə hansı istiqamətdə yönəlir? Sizdən qüvvəni soruşur və qüvvə də bilirik ki, müsbət yük, mənfi yük bir-birini cəzb edir. Mərkəzdə yerləşən yük müsbət yükdür. Kənarlarda yerləşən yüklərə baxaq. Məsələn, burada mənfi yükdür. Mənfi yük, müsbət, müsbət. Təbii ki, bilirik, müsbətdən itələnib mənfiyə doğru cəzb olunacaq. Baxaq bir-bir, qüvvələri çəkək. Bu müsbət yüklə mənfi yük arasındakı qarşılıqlı təsir qüvvəsi bir-birlərini cəzb edir. Həmçinin bu mənfi ilə bu müsbət arasındakı qarşılıqlı təsir qüvvəsi də bir-birlərini cəzb edirlər. F-lər bir-birinə modulca bərabərdir hər birində. Digərlərində bu müsbətlə bu müsbət yük isə bir-birini itələyir. Yəni buna təsir edən qüvvə əksinə bu istiqamətdə, həmçinin mərkəzdə yerləşən nöqtəvi yükə təsir edən qüvvə də əksinə bu müsbət yüklə də bir-birlərini itələdiklərinə görə bir-birlərindən itələnəcəklər. Və yekunda burada aldıq, baxın, 2F, burada da aldıq 2F və bunların əvəzləyicisi düz mərkəzdən yönəlir. Bu istiqamətdə, yəni olacaq A variantı. Sizdən bunun modulunu da soruşa bilər. Gəlin modulunu tapmağa çalışaq. Görək burada bizə nədir? Kvadratdır və kvadratda bilirsiniz ki, diaqonallar arasındakı bucaq 90 dərəcə olur. Əgər katetlərimiz, burada baxın 2F yaranmışdı, burada da 2F yaranmışdı, arasındakı bucaq 90 dərəcədir. Onda hipotenuz olacaq 2F, baxın buradakı bizim qüvvəmiz budur, əvəzləyicimiz. Olacaq 2F kök altında 2, 2 kökdə 2F və ya. Aha, burada Pascalın yerinə Newton böl metr kvadrat yazırsınız. Bu metr kvadrat qalxır yuxarı və newtonlar da ixtisar gedir. Alırsınız metr vur metrin kvadratına, metrin kubu, yəni həcmin vahidinə uyğundur. 33-də hansı qüvvənin təsirilə bir cins disk yalnız irəliləmə hərəkət edə bilər? İrəliləmə hərəkət etməsi üçün qüvvənin özü və ya uzantısı kütlə mərkəzindən keçməlidir. Baxaq, burada keçən yalnız F1-dir, digərlərinin heç birinin uzantısı və ya özü kütlə mərkəzindən keçmir. Yalnız F1 keçir. Keçməyənlər verəcək fırlanma hərəkəti. 34. Tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni cür közərir. Tezliyi azaltdıqda lampaların közərməsi. Baxaq, birində deməli kondensator qoşulub, digərində isə rezistor qoşulub. Rezistor qoşulan dövrədə müqavimət aktiv müqavimət, kondensator qoşulan dövrədə isə adlanır tutum müqaviməti. Aktiv müqavimət asılıdır rol bölünsün S-dən, yəni bu tezlikdən, perioddan asılı deyildi. Tutum müqaviməti isə asılıdır 1 bölünsün omega S-dir. Artıq burada omeganın yerinə 2pi-ni və ya 2pi böl T yaza bilərik. Baxaq, bizə deyir ki, tezliyi azaltdıqda közərmə. Közərmədən danışırsa gücə baxırsınız. Gücün üstürü U kvadrat bölünsün. R-də yaza bilərsiniz. R-dan danışırıqsa R yazırıq. XC-dən danışırıqsa XC yazırıq. R yazdıqca burada tezlik period yoxdur. Ona görə də aktiv müqavimət qoşulmuş dövrdə lampanın parlaqlığı dəyişməz. Olacaq ya A ya da Y variantı. O birisinə baxaq. Tezliyi artırdıqda, baxın, nünü artırdıqda omega da artacaq. Amma XC neyinir? Azalır. Və burada əgər biz XC yazmışıqsa, XC azaldığından güc artacaq. Gücün artmağı o deməkdir ki, parlaqlıq artdı. Olacaq A variantı. Gərginlik isə dəyişmir, çünki paralel birləşmədə gərginliklər sabit qalır. 35. Elektron bir cins maqnit sahəsi. Maqnit sahəsinə daxil olan zərrəcik 3 cür hərəkət edir. Düz xəttli bərabər sürətli, çevri üzrə bərabər sürətli və spiralvari. Spiralvarinin də içində 2 cür hərəkət var. Çevri üzrə bərabər sürətli və düz xəttli bərabər sürətli. Və bütün hallarda bərabər sürətli dediyimizə görə V, P, Y, K, W, K dəyişmir, sabitdir. Görsəç davamını oxumadım. Nə daxil olur, necə daxil olur, fərqi yoxdur. Sabit olacaq B variantı. Difraksiya qəfəsində 1 mm, bu da çox düşən suallarımızdan biridir. Deməli, işıq düşür, ən böyük tərtibini tapın. Ən böyük tərtib D sinus fi, artıq sinus fi-ni yazmırıq bura, çünki ən böyük tərtibində sinus 90 dərəcə olur, 1 qiymətini alır. D bərabər K lambdadan. Sizə verib burada lambdanın yerinə S böl nü yazacaq. Ona görə ki, lambdanı verməyib, sürətlə tezliyi verib. Olacaq K vurulsun, S bölünsün nü. Bizdən K-nı soruşur. D-ni nüyə vurub S-yə bölmək lazımdır. Aha, D-ni də verməyib. D-nin yerinə baxın, sizə 1 mm qəfəsini N-in verib və cizgilərin sayını verib. N bərabər 400. Qəfəsin periodunda düsturu L bölünsün N-dir. D bərabər L böl N bərabərdir. Deməli, K vurulsun S bölünsün nüyə. Buradan K-nı tapmaq lazımdır. Gəlin tapaq. K bərabərdir. K bərabərdir. Deməli, olacaq L vurulsun nü bölünsün N vurulsun S-yə. L 1 mm-dir, yəni 10 üstü mənfi 3. S-nin yerinə 6 vur 10 üstü 4 yazırıq. 10 üstü 14
hissəyini baxın. Üzr istəyirəm, n-ün yerinə 6 vur 10 üstü 14. Deməli, aşağıda qaldı 400 vurulsun 3 vur 18. 400 vurulsun 3 vurulsun 10 üstü 8. İndi ixtisarımızı aparaq 10 üstü mənfi 3 ilə 10 üstü 14 gedir, qalır 10 üstü 11. 10 üstü 8 ilə, burada 2 dənə sıfırımız var da, 10 üstü 10 oldu. Bu gedir, qalır burada 10 üstü 1. Daha sonra 3 ilə 6 gedir, qalır burada 2. Bir dənə də 10'umuz vardı. 20 bölünsün 4-dən olacaq cavabınız 5. D variantı. Sonra 37 nömrəli tapşırıqda xətti sürətin eyni qiymətində, yəni düsturda sizdə xətti sürət olmalıdır. A-nın da düstur mərkəzi qaçma təcili v kvadrat bölü r-dir. Xətti sürətimiz var, təcilin radiusunu asılığını soruşur. Tərs mütənasib asılıdır Y variantı. Toplayıcı nazik linzadan həqiqi xəyala qədər məsafə hansı ifadə ilə təyin edilir? Aha, toplayıcı linzada bilirsiniz ki, xəyal həm həqiqi ola bilər, həm də möfhüm ola bilər. Əgər həqiqi xəyaldırsa 1 bölü f bərabər olur 1 bölü d. Üstə gəlinsin 1 bölü f-ə. Yox, əgər möfhüm xəyaldırsa burada olacaq çıxılsın. Aha, bizdə həqiqi xəyal deyir və bizdən nə soruşur? Xəyala qədər, linzadan xəyala qədər olan məsafə. Linzadan xəyala qədər olan məsafə, xəyal məsafəsi, yəni kiçik f-dən danışır. Cisim məsafəsi, yəni linza ilə cisim arasındakı məsafə d, amma cisimdən xəyala qədər olan məsafəsi d üstə gəlir f-dir. Hal-hazırda bizdən f soruşur. Buradan 1 bölü f keçirdək, saxlayaq yerində. 1 bölü d-ni keçirdək sola. Olacaq 1 bölü f çıxılsın 1 bölü d. Orta məxrəc olur f-d. Daha tamamlayıcı vuruqlarımız burada d, burada f-dir. D minus f. Bizdən 1 bölü f yox, f-in özünü soruşduğuna görə f də bunun tərs qiyməti, yəni f-d. Aşağıda olacaq d çıxılsın f. F-d, d çıxıb b variantı. Daha sonra 39-da sizdən soruşur ki, elektromaqnit şüalanma selinin sıxlığının şüalandırıcı nöqtəvi mənbəyədəki olan məsafədən i-nin düsturudur. I bərabər, bu da çox düşən suallardan biridir. I bərabər P, yəni güc bölünsün sətin sahəsidir. S-in də yerinə pi r kvadrat yazırıq. Pi r kvadrat. Üzrəm 4 pi r kvadrat. Çünki burada sferandan gedir söhbət. Sferanın sətin sahəsi 4 pi r kvadrat yazırsınız. R-lə tərs kvadratikasıdır. C variantı. 40-da sizdən soruşur ki, Arximed qüvvəsi azalar. Hansı, buradan deməli, kran açılır, su boşaldılır və deyir, Arximed qüvvəsi azalmağa başlayır. Arximed qüvvəsinin düsturu rho mayi V batan J'dir. Arximed qüvvəsinin olması üçün maye olmalıdır və cisim maye batmalıdır. Müəyyən bir hissəsi batmalıdır. Fikir verin, cisim maye batan hissəsi, yəni mayenin B-si intervalına düşür. Və orada da kranı açanda birincisi D boşalmağa başlayır. D hissəsi boşaldı, gəldi, çatdı C-yə. D boşalana kimi cisim onsuz da mayenin içindədir. Aha, artıq C-yə keçən anda su başlayır azalmağa. Su azaldıqca batan hissənin həcmi də get-gedə azalır. Batan hissənin həcmi azaldığından Arximed qüvvəsi də azalacaq. Aha, B-yə gəlib çatandan sonra cisim artıq tamamilə sudan çıxmış vəziyyətdədir. Yəni su ilə heç bir bağlılığı yoxdur. Deməli, Arximed qüvvəsi sıfıra qədər azaldı. Harda? B-də. B nöqtəsində Arximed qüvvəsi sıfıra qədər, cisimə təsirindən Arximeddən gedir söhbət. Artıq A nöqtəsindən sonra da onsuz da həmin suyun cisimə heç bir aidiyyatı olmadığından dəyişməz. Yalnız CB hissəsində 41 bu məsələlərimizdə düşən qəbul sualıdır elə. Eyni qədər enerji. Burada diqqətli olmalısınız ki, sizə eyni qədər enerji yazıb, müqavimətin eyni qiyməti yazıb və s. Yəni nə yazıb, ona fikir vermək lazımdır. Kütlənin düsturu KQ. Q-nün də yerinə deməli yazırıq IT. KIT. I-nin də yerinə yazırıq U böl R. Aha, bu oldu müqavimətin eyni qiymətində. MO ilə düz asılı. Amma sizə müqavimətin adını çəkməyib, sizə çəkib enerjinin adını. Ona görə də mütləq hansı düsturu yazmalısınız? Enerji olan düsturu. Enerjinin düsturu Q vurulsun U-dur. Buradan Q-nün yerinə M böl K yazırıq. Olur MO böl K. Elektroliza sərf olan enerji. MO böl K. Baxırıq ki, enerjinin sabit qiymətində. M-lə U bir-birindən tərs asıdır. Çünki buradan M bərabərdir. W vurulsun K, bölünsün U-ya tərs asıdır. Deməli, baxaq görək burada gərginlikləri nə verib? Birinci halda U, ikinci halda 3U-dur. Deməli, kütlə də bundan tərs mütənasib asılırıq. M2 bərabər olacaq. M1 böl 3, yəni M2 tərsini. 3 dəfə kiçik olacaq. C variantı. Daha sonra 42-də, baxaq görək 42-də bizə nə verib? Bircə maqnit sahəsinin çevrə boyunca hərəkət edən verilmiş yüklü zərrəcinin sürəti 4 dəfə azaldılarsa dövrətmə periodu. Deməli, maqnit sahəsində period, tezlik, omega nə V-dən, nə impulsdan, nə də kinetik enerjidən, radiusdan asılı deyil, ərlik radiusundan heç birinin asılı deyil. Bəs sənin asılı deyil, məsələn 2PM bölünsün modulda Q vur B. Tezlik bunun tamamilə tərsi, omegadan QB bölünsün
m idi. Yəni nə görürüksə, məsələn, xüsusi yükdən, induksiya vektorundan, yükün özündən, kütlədən asılıdır. Amma V-dən, P-dən, WK-dan, R-dən asılı deyil. Bu da çox düşən suallarımızdır. Topluda da doludur bu suallardan. Dəyişməzdir variantı. 43. 43-ə də buna oxşar suallar var. Ümumiyyətlə sınaq çox asan düşüb, sadə suallardır. Baxaq 43-ə. Sadəcə təkrar eləmək lazımdır. Məsələn, yaza bilməmsə narahat olmayın, təkrar etmək lazımdır ki, yaza biləsiniz. Yox, əgər siz dəfələrlə təkrar etməyinizə baxmayaraq yaza bilmirsinizsə, deməli problem var. Ya yaxşı oxumamısınız, ya da ki, başa düşə bilmirsiniz fizkanı. Deməli, baxın, birinci halda manometrin qollarına baxırsınız. Səviyyələr eynidir. İkinci halda isə bunu hər hansısa bir qaba qoyub. Həm birinci halda, həm də ikinci halda bunu hər hansısa bir içərisində su olan qaba qoyub. Burada fikir verirsiniz ki, manometrin qollarının səviyyələri dəyişdi. Deməli, su ya istidir, ya da soyuqdur. Yəni iki variant var. Ya isti suya qoyub, ya da soyuq suya qoyub. İndi baxaq. Açıq olan tərəfdən manometrin açıq olan tərəfində atmosfer təzyiqi var. Deməli, ilk halda birinci verilən şəkildə atmosfer təzyiqi ilə bu qazın təzyiqi bir-birinə bərabərdir. Çünki manometrin qollarının göstəriciləri eynidir. İkinci halda nə baş verib? Baxın, burada bir h qədər məsafə var. Baxın, bu nöqtələrdə qazın təzyiqinə baxsaq, P qaz bərabər olacaq. Bax, burada nə var? Bax, bu nöqtə üçün burada yalnız qazın təzyiqi var, amma burada nə var? Həm P0 var, həm də ρH var. Deməli, olub P0 üstəgəl ρH. Aha, deməli, qazın təzyiqi P0-dan artıq ρH qədər böyük olub. Deməli, qazın təzyiqi artıb. Qazın təzyiqi niyə artıb? Çünki bunu isti suya qoyub. Təzyiqi, temperaturu, kinetik enerjisi, orta kvadratik sürəti, daxili enerjisi artıb birinci qabda. Ona görə baxaq, qazın temperaturu azaldılıb, bura getmir. Qazın təzyiqi artıb, gedəcək bura birinci qaba. Aha, daha sonra qazın daxili enerjisi dəyişib. Dəyişib sözü o deməkdir ki, yəni həm artıb, həm də azalıb, ikisindən biridir. Orta kinetik enerjisi artıb, o da gedir bura. 2-4 artanlar getdi bura. Bunu silək. Daha sonra digər qaba baxaq. Yenə baxın, eyni səviyyədə baxın. Buradan hansı ki fərq olan yerdən çəkdim. Bu nöqtədə artıq nə var? Baxın, bu nöqtədə nə var? Həm burada qazın təzyiqi var, P qaz. Həm də su bura qalxa baxı, burada ρH da var. Amma digər nöqtədə isə yalnız P0 var. Deməli, nə əmələ gəlib? Burada P qaz üstə gəlinsin ρH bərabər olub nəyə? P0-a. Buradan da alırıq ki, bizə P qaz lazımdır, qaza nə olub? Bərabərdir P0 çıx ρH. Deməli, burada nə baş verdi? Qazın təzyiqi azaldı. ρH qədər atmosfer təzyiqindən azaldı. Azalanlar da buraya yazıq, eyni kəmiyyətlər yenə azalırlar. Yəni 1 ilə 5-i də buraya yazırıq. Daxili enerji də azalıb. O da gedir ortaya, yəni birində artıb, birində də azalıb, yəni yekunda dəyişib. Bunu düstur yazmasaz da yaza bilərsiniz, yəni tapa bilərsiniz cavabları. Baxaq, baxın, birinci halda qollar eynidir, ikinci halda nə baş verib? Baxın, buradakı qaz itələyib suyu digər tərəfə, deməli, burada qazın təzyiqi artıb. Digər tərəfdə isə atmosfer təzyiqi itələyib, görürsünüz, suyu bu tərəfə, deməli, burada soyuq suya qoyulduğundan bu qazın təzyiqi azalıb. 44-dən sizdən soruşur ki, hansı nöqtədə tam mexaniki enerjisi ən kiçik olar? Uşaqların ən çox etdiyi səhvlərdən biridir. Tam mexaniki enerji görən kimi sabit yazırlar. Düsturunu yaz. Tam mexaniki enerjinin düsturu kinetik üstə gəlsin potensial enerjidir. Sonra da məsələni oxu. Deməli, şaqili müstəvidə potensial enerji dəyişir. Çünki MJH dəyişdiyindən üfüqi müstəvidə dəyişmirdi. Buyursa ki, bərabər sürətlər kitidir. Bərabər sürətlər kitidə kinetik enerji dəyişmir. Bu konstantdır. Dəyişən potensial enerjidir. Baxın, bu şaqili müstəvidir. Birinci halda minimal vəziyyətdədir kinetik enerji, çünki yerdə olan məsafəsi kiçikdir və ya sıfırın səviyyədən 2-ni özlü götürə bilərik. Orada deyə bilərik potensial enerji sıfırdır, fərqi yoxdur. Baxır necə götürürsə, əsas odur ki, orada kiçikdir. 1-ə və 3-ə getdikcə yerinə olan hündürlük 1R olacaq. 1R. 4-ə gedəndə isə, baxın, 4-ə gedəndə isə yerdə olan hündürlük olur 2R. Təbii ki, H1 var 2R olsun. 1 var R olsun. Bir də var ki, baxın, ikinci səviyyə, sıfırıncı səviyyə kimi baxaq, H orada 0 olsun. Harada potensial enerji kiçik olacaq? 2-də kiçik olacaq, çünki yerə daha yaxındır və ya sıfırıncı səviyyəmiz oradadır, ora 0-dır. Amma 4-də isə ən böyükdür. 2-də ən kiçik, 4-də ən böyük olar. Ən kiçiyi soruşursan 2-də. Aha, bu da belə. 45-də sizdən soruşur. Young modulunu verilənləri yazmaq lazımdır. F-ə yazaq 180 Newton. Delta elə yazaq 4 vurulsun 10 üstü -3 metr. S0 yazaq 2 metr. S-ə yazaq 3 vur 10 üstü -6 metrin kvadratı. Daha sonra Young modulu yeni soruşur. Y bərabər sual. Əslində sadə sualdır. Belə sualları hesablamağı sevmirəm, izah eləməyi də. Yəni bunu mütləq yazmağı bacarmalısınız. Düsturu bilməlisiniz. F bərabərdir YS. Yəni K-nın yerinə K delta ilə daxil K-nımız vurulsun delta ilə. K-dakı bu kəmiyyətlərdən asılı. Y bölünsün Y0-dan. Young modulunu soruşur. Y buradan bərabərdir. F0 böl delta ilə.
180 vurulsun S02-dir. 180 vur 2 bölünsün S3 vur 10 üstü mənfi 6. Daha sonra delta L isə 4 vur 10 üstü mənfi 3. Baxaq. Deməli, ixtisarlarımızı aparaq buradan. 2 ilə 4 getsin, qalsın 2. 2 ilə 180 getsin, qalsın 90. 90-ı 3-ə böləndə qalsın 30. 30, bu 10 üstü mənfi 3-ün 10 üstü mənfi 6 edir, 10 üstü mənfi 9. Qalxır yuxarı olur 10 üstü müsbət 9. Yəni 3 vurulsun 10 üstü 10. Aha. Bizdə cavabı 10 üstü 9-la verib, onsuz onda 30 gigapaskal. Bu belə 46. 46-da deməli bizə görə nə verib? H hündürlükdən sərbəst düşən M kütləli kürəcik tərpənməz üfüqi səthə mütləq elastikə dəyir. Orta zərbə qüvvəsinin modulu hansı ifadə ilə müəyyən olunur? Zərbə müddəti T-dir. Baxaq uşaqlar burada da. Əslində bunu hazır düstur kimi deyirik. Dəydi və geri qayıdırsa elastik toqquşması 2MV olur. V-nin də yerinə yazırsınız kök altı 2RH. Kök altı 2RH. Delta P-nin yerinə FT, F delta T. Buradan F bərabər olacaq nəyə? 2M kök altı 2RH bölünsün T-yə. Və ya açıqlamasını istəyənlər üçün də yazaq. Amma yenə də bu düsturları bilsəz yaxşı, yəni yeni bir şey deyil. Topluda da buna aid məsələ var. Sadəcə diqqətli olmaq lazımdır və bütün məsələlərə məsuliyyətlə yanaşmaq lazımdır. Deməli, elastik toqquşmada enerji itkimiz olmadığına görə, mütləq elastik toqquşması enerji itkimiz olmadığına görə hansı sürətlə yerə dəyibsə, həmin sürətlə də geri qayıdır. Yəni impulsu MV nə idisə, qayıtdığı da eyni olacaq. Mən onu digər tərəfdən çəkirəm, amma öz üzərindən geri qayıdır. Bu da MV-dir. Bu hərəkət baş verir Y müstəvisində. Cisim MV ilə düşdü aşağı, təzədən MV ilə də geri qayıdır. Burada biz baxırıq delta P-nin üstürünə. İmpulsun dəyişməsinə. P çıxılsın, P0-a. Aha, baxın vektorial yazdım. İndi bunu keçirirəm proyeksiya. Hərəkət baş verib Y müstəvisində. Ona görə bizim tapdığımız olacaq delta PY, yəni X müstəvisi yoxdur. Əgər biz bu MV yuxarı gedəndə müsbət deyirsə, Y oxu istiqamətində daxı. Digərdə olacaq mənfi MV. Deməli belə yazacağam. MV, baxın bu son. Bu da başlanğıcda ilk 2, bu da 1 fərq yoxdur. Nə yazırsınız yazın. Bu MV çıxılsın. Mənfi MV bu çıx budur. Mənfi isə buradakıdır. Bu da oldu 2 MV. Bayaq dediklərimi də yerinə qoyub hesablamalarınızı aparırsınız. Çünki delta P, F delta T-ni yazmaq üçün delta P-ni tapmaq lazımdır. F delta T-dən. 47. Hansı halda yerə maddi nöqtə? Aha, cavabınız deməli olacaq. A variantı. 47-də hansı halda yerə maddi nöqtə kimi baxmaq olar? Məsafəni kifayət qədər böyük götürməlisiniz. Yerdən günəşə qədər. Bəli, yerdən günəşə qədər məsafə kifayət qədər böyüdür. Biri götürdük. Yer ekvatorun uzunluğunu ölçərkən, yer ekvatorda onun üzərindədir və ikisi də kifayət qədər böyükdür. Bunu götürmək olmaz. Aralarında mütləq kifayət qədər məsafə olmalıdır. Yerin günəş ətrafında orbitin uzunluğunu hesablayarkən bəli budular. Yer və günəş. 1 və 3. 48. Elektrik tutumu məlum olan yüklənmiş kondensatorun elektrik sayəsinin enerjisini hansı cihazın göstərişindən hesablamaq olar? Deməli, elektrik enerjisinin düsturu C kvadrat bölü 2-dən C-ni bilirsənsə U qaldı. Yalnız o da voltmetrin. Voltmetr yoxdursa elektrometrin. Potensial fərqi ölçür o da. Potensial fərq və ya gərginliyi. Elektrometr nə idi? Şüşədir. Deməli, buradan bir əqrəb metal çubuqdur. Burada bir əqrəb var. Burada da bölgülər olurdu. Voltlar yazır. 5, 15, 20 və s. Burada da bir elektrik dayağı var. Bura deməli yüklənmiş kondensatorun elektrik sayəsinin enerjisini ölçmək istəyir. Yəni bura hansı ki gərginliyi ölçəcək cismi birləşdirirsiniz və onun gərginliyini ölçürsünüz. 49. Deməli istiksiz solenoidin daxilində maqnit sayəsinin induksiyası 5,02 militestadır. En kəsin sayısı 50 cm² olan solenoiddə çubuğun içsik daxilisə ondan keçən maqnit sayını hesablayın. Fi bərabər B-dir. B-nin yerinə μB0 yazırıq. μB0 yəni 400 vurulsun 2 vur 10 üstü mənfi 3. 400 vurulsun 2 vur 10 üstü mənfi 3. Vurulsun sahə santimetrin kvadratı 10 üstü mənfi 4 metr kvadratı. Vurulsun 50 vur 10 üstü mənfi 4. Baxaq burada 2 dənə 0. Burada da bir dənə 0. Bunlar getsin qalsın burada mənfi 1. 4'ü 5'e vuranda 20. O 0'dan bu da getsin qalsın 2. 2'ni 2'ye vuranda 4 milliweber C variantı. 50. Səs dalğası sudan havaya keçəndə onun dalğa uzunluğu və tezliyi necə dəyişir? Bir müddətdən digər müddətə keçəndə səs dalğası, elektromaqnit dalğası fərq eləmir. Tezlik period dəyişməz. Amma dalğa uzunluğu və sürət dəyişir. Səs dalğasında vakuumda ümumiyyətlə yayılmırdı. Sonra gəlir qaz, maye bərk. Bu istiqamətdə gedibsə artır.
əksinə gedibsə azalar. İndi bizdə qazdan mayaya keçirdi. Yox, sudan havaya. Sudan qaza keçirdi, belə deyək. Sudan qaza keçibsə, dedik, bu istiqamət azalır deməkdir. Dalğa uzunluğu və sürəti azalacaq A variantı. Səs dalğasının yayılması üçün mütləq mühit olmalıdır. Yəni, qaz, maye bərk, mühitin sıxlığı get-gedə artır. Bəlkə daha sürətli yayılır. Amma elektrik dalğalarında, elektromaqnit dalğalarında bunun əksən tamamilə. Vakuumda mexaniki dalğa yayılmır, amma elektromaqnit dalğası ən sürətli şəkildə yayılır və 3,18 metr/saniyə sürətə malik olur. 51-də elektrik sahəsi. Baxın, bəlkə maqnit sahəsi heç axıra kimi oxumadıq. Burada da heç oxumayaq, çünki neytrondur. Neytrona qüvvə təsir etmir. O bütün hallarda bərabər sürətlə hərəkət edəcək. Sürət, impuls, kinetik enerji sabit qalar. 52. Üfüqi səthi üzərində cismi onun hərəkəti istiqamətinə təsirdən sabit dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Onda MA bərabər olur. F dartı çıx, F sürtünmə. Əslində bizim düsturumuz budur. Həmişə F dartı çıx, F sürtünmədir. Sadəcə əzbər kimi demişdik, yavaşanda F sürtünmə çıx, F dartı yaz. Yeniləşəndə F dartı çıx, F sürtünmə yaz. Bərabər sürətdə də 0-dır. Nəyə görə elə deyirik? Çünki orada təcili modulunu tapırsınız. İndi gəlin baxaq. Əgər sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdürsə, onda A-nı mənfi almış olacaqsınız. İndi görək bizə nə deyir? A mənfidir və V bərabər V0 üstə gəlinsin. Baxın, V0 müsbətdə axı burada. Üstə gəl AT-də A-nın yerinə mənfi A yazsız olacaq, V0 çıxılsın AT. Qrafik azalan olacaq və ya siz onsuz da artıq əzbər bilirsiniz ki, sürtünmə qüvvəsi böyüksə hərəkət bərabər yavaşlandı. Sabit qüvvədə, ona görə bərabər yavaşa. Bərabər yavaşlandı da sürət azalmalıdır. Sürət azalan qrafikdəki düstur da bilməz V0 çıx AT. Olacaq C variantı. 53. 4 saniyə ərzində bu cisim neçə rəqs edər? Baxaq, deməli 4 saniyə zamanı verib, tapmaq lazımdır qrafikdən periodu. Baxın, period bura düşür 0,2. 4 dənə saya bilərsiniz və ya necə öyrənmişsə fərqi yoxdur. T bərabər 0,2 saniyə, N bərabər T bölünsün T-də. 4 bölünsün 0,2 eləyir 20 dövr. 40 bölünsün, deməli 2-dən 20 dövr edər. 54. EHQ-sı 20 volt olan elektrik mənbəyi dövrəyə qoşulduğunda cəryan şiddəti 2 amper olmuşdur. Mənbənin daxili müqaviməti 2 ohm olarsa onun faydalı şəmsalını hesablayın. Deməli, faydalı şəmsalının düsturu. Niyə yaza bilmədim mən bunu? Deməli, U bölünsün EHQ vurulsun 100%-dir. Görək bizdən nəyi soruşur? Mənbənin daxili müqaviməti 2 ohm olarsa onu tapmaq lazımdır. EHQ-nı onsuz da verib, U bərabərdir. EHQ çıxılsın IR. 20 çıxılsın 4, çıxılsın 4 olacaq 16. Aparaq yerinə qoyaq. Deməli, 16 bölünsün 20, vurulsun 100. 20-ni 100 aparsın 5, 5-də 16-ya vurursunuz. Olacaq 80%. 55. Yer səthindən şaquli yuxarı atılmış cismin, yer səthindən şaquli istiqaməti yuxarı atılır cisim. Bunun ilk anda potensialı 0 olur. Bunun ilk anda var kinetik enerjisi və həmin o kinetik enerji tam mexaniki enerjiyə bərabər. Çünki tam ikisinin cəmidə axı potensial olmadığına görə yalnız kinetikə bərabər olmuş olur. Deməli, elə bunlar hər ikisi həm kinetikin maksimalı, həm də tam 100 joldur. 100 jol. Baxın, burada olan onsuz da həmişə tam mexaniki enerji olur və ya nəyin qrafikidirsə, kinetikdirsə, kinetikin maksimalı olur. A nöqtəsinə uyğun andakı sürəti başlanğıc sürətdən 2 dəfə azdır. A nöqtəsinə uyğun andakı sürət başlanğıc sürətdən 2 dəfə azdırsa, sürət 2 dəfə azalanda kinetik enerji isə mv kvadrat bölü 2-də axı sürətdən kvadratik asıdır. 2 dəfə azaldığından kinetik enerji 4 dəfə azalır. Yəni ilk andakı qiymətdən nəzərən 4 dəfə azalır, olacaq 25 jol. A nöqtəsinə uyğun kinetik tapdıq. Sizdən potensialı soruşur. Y tam bərabər Y kinetik üstə gəlir, Y potensialdan. Tam həmişə 100-də axı bu dəyişmir. Çünki burada havanın müqaviməti falan heç təsir eləmir. Ağırlıq qüvvəsinin təsiri altında hərəkətdir. Kənar təsir nəzərə alınmır. Ona görə tam mexaniki enerji qorunur. 100 bərabərdir. 25 üstə gəlir Y potensial. Y potensial da olacaq 75 jol. 56. Sonsuz uzun paralel naqillərdən cəryan axır. Hansılar doğrudur? Hansılar doğrudur yazılıb. Deməli, eyni istiqamətli naqillər bir-birini cəzb edir də, əks istiqamətli naqillər isə bir-birini itələyir. Həmişə də əks təsir qüvvələri bir-birinə bərabər olur. Təsir və əks təsir qüvvələri bir-birinə modulca bərabər, qiymətcə bərabər olur, amma istiqamətcə əksdirlər. Birinciyə təsirdən gördüyümüz kimi sola nə çəkmişiksə onu deyirik. İkinciyə təsirdən də sağa yönəlir. Bir-birlərini itələyirlər, çünki əks istiqamətdədirlər. 2. Təsir edən birinci naqilə təsir edən qüvvə soladır, bu yazıb sağa səhvdir. 4 amma doğrudur. Yaxşı, bunlar niyə bir-birlərini itələyirlər? Sağ əl qaydasından bilirik ki,
Birinə 2 verib, birinə i verib. Fərqi yoxdur. Qüvvələr modulca bir-birinə. Bunun davamı var. Görəsən yoxsa yoxdur? Yox, yoxdur. Aha, modulca bir-birlərinə bərabərdirsə verə bilərdi ki, biri digərindən 2 dəfə böyükdür və s. qüvvələrin yanlışdır. Aha, indi baxaq. Bu 2, bu da ki i aşağı doğru yönəlib. Və siz də bilirsiniz ki, i-dən b-ni tapmaq üçün, yəni cəryan şəklindən, cəryan istiqamətindən induksiya vektorunu tapmaq üçün sağal qaydasından istifadə edirsiniz. Və istifadə edəndə baş barmağınız yönəlir istiqamətində yumulmuş o 4 barmağınızsa, baxın təsəvvür bu sizin yumulmuş 4 barmaqlarınızdır, bu sizin dırnaqlarınızdır. Göstərir nəyi? İnduksiya vektorunun istiqaməti. Bax, təsəvvür edin ki, naqil ovucunuzun içindədir. Bax, bu naqil ovucunuzun içindədir. Buradan 4 barmağınızın istiqaməti sizə göstərir B-ni. Yəni, B buradan gəlib digər tərəfə gedir. Gəlirlər olurdu nöqtə, gedirlər olurdu X. Digər də bunun əksi də aşağı gedir. Deməli, burada olacaq X-lar, burada olacaq nöqtələr. Deməli, eyni qütublar olduqlarına görə bunlar maqnitin eyni qütubları həmişə bir-birini itələyir. Ona görə də bir-birlərini itələmiş olacaqlar. S-dən N-ə. Baxın, belə də yəni ki, həmişə bax, bu maqnitinizdir. Bu da N-dir. Həmişə çəkəcəyiniz o induksiya vektorunun istiqaməti N-dən çıxan istiqamətdə olmalıdır. Yəni, əks istiqamətdə ola bilməz. 57. Aşağı hərəkət edən liftin. Toplunun sualıdır. Elə yuxarıdakı məsələdə toplu da var. 2000 səhv etmirəmsə 17-də sınağa düşən bir sual idi. Topluya salıblar. Diqqətli olun o sualda da. Aşağı hərəkət edən liftin sürətinin aşağı hərəkət edən hərəkəti buradan götürürsünüz. Qrafika baxıb demirsiniz bu yuxarı gedir. Xeyr, bu sürətin aldığı qiymətlərdir. Aşağı hərəkət edən liftin, deməli, aşağı birinci halda yeyinləşəndə, aşağı yeyinləşəndə düsturunuz mj çıxılsın a-dır. Bərabər sürətdəsə həmişə mj-dir. Yavaşlayandasa aşağıdan gedir axı söhbət, aşağı yavaşlayanda olur mj plus a. Aha, bu belə. Bunu yazdınız bura. Və indi görək bizdən nə soruşur? Birinci hissədə çəkidən kiçik olur. Yəni mj-dən normal sükunətdəki çəkisindən kiçik olur. 1-ə b yazırsınız. İkinci halda bərabər olur. Bərabər s-yi yazılıb. Üçüncü haldasa böyük olur a. Və sizdən soruşur ki, D-də yazıb lift aşağı yönəlmiş sabit təcillə. Y-də yazıb artan. Bizim keçdiyimiz qrafiklər, düz xəttə s keçidlərimiz artan azalan təcillə qrafiklər deyil. Yəni, verilən qrafiklərimiz, hansı ki, V bərabər AT olan qrafiklərdə bu bərabər yeyinləşən, yəni bərabər təcili hərəkətin düsturları və qrafiklərdir. Ona görə burada artan azalan sözünü yaza bilmərsiniz. Bu getdi. Lift aşağı yönəlmiş sabit təcillə, deməli, lift aşağı yönəlmiş sabit təcillə təbii ki, harada olacaq? mj minus a-da olacaq. Bu da deməli, gedəcək birinci hissəyə. Sonra gəlir 58. 58-də. Baxaq görək bizdən nə soruşub. X oxu üzrə hərəkət edən, ismini yer dəyişib. X oxu üzrə hərəkət etmək, X oxu istiqamətdən deyil. Yəni, X oxu üzrə hərəkət edir. İstiqamətində də ola bilər, əksinə də. Zamana asılı qrafiki verilmişdir. Cismə təsir edən qüvvənin əvəzləyicisinin proyeksiyasının zamana asılı qrafikini çəkin. OA paraboladır. Aha, olsun. Gəlin baxaq. Deməli, hərəkət X oxu istiqamətində fikir verin. Bütün hərəkət yuxarıya doğru gedib. Yəni, X oxunda sizə yuxarı verir. Baxın, yəni yer dəyişmənin aldığı qiymətləri hara doğru gedib? Baxın, yuxarıya doğru. Deməli, müsbətdir və bu X oxu istiqamətindədir. Sondan başlanğıc çıxırsınız, alırsınız ki, müsbət. Deməli, bu X oxu istiqamətindədir və ya istiqamətinə baxırsınız. Siz də yuxarıya doğru çəkmişsiniz X oxu istiqamətində. Söhbət yer dəyişmə və X-in qrafiklərindən gedir. Sürəti bura araya salmayın. Sürətdən söhbət getmir. Aha. Baxaq, birinci halda bərabər yavaşlandı və hərəkət X oxu istiqamətində olduğuna görə sürət müsbətdir. Birinci bu parabolamız yavaşlan olduğuna görə deməli təcil və əvəzləyici qüvvənin işarəsi olacaq mənfi. A-dan B isə hərəkət bərabər sürətlidir. Bərabər sürətli hərəkətdə təcil və əvəzləyici qüvvəmiz 0-a bərabər olur. Deməli, birinci proyeksiyamızı çəkmək lazımdır. Mənfidən sabit. Çünki bərabər yavaşlayanda bərabər sözü təcil və əvəzləyici qüvvəyə aiddir. Onlar sabit olmalıdır. İkinci halda olacaq 0. T1, T2, Fx-in T-dən asılı qrafikləri. Baxaq 59-a sabit temperaturda qapalı qabdakı mayın üzərindəki buxarın kütləsinin həcminə asılı qrafiki verilmişdir. Bir nöqtəsinə uyğun buxar molekularının konsentrasiyası N0 olarsa, 2 və 3 nöqtələrinə uyğun buxar molekularının konsentrasiyası nəyə bərabər olar? Fikir verin, həcm dəyişir. 2 dənə proses var idi, izotermik və izoxor. Deməli, bu izotermik prosesdir, çünki həcm dəyişir, izoxor demək olmaz. İzotermik prosesdə də doyan buxarın sıxlığı, konsentrasiyası və təzyiqi həcmdən asılı deyildi. Doyan buxarda. P, N, rho asılı deyildi. Amma doymayan buxardasa bunlar həcmdən tərs asılı idi. Baxaq, deməli, bir hissəsi düşüb bura. Həcm 2V0-dır. Bura 1. Həmişə bu qrafikləri çəkin, qrafik üzərində işləyin. 4V0 bu hissədir.
Baxın, bu hissə, kəsişdilər hissə. Bura olsun 2 nöqtəsi. 3V0 isə bunun son nöqtəsidir. Gəlin biraz bunu uzadaq. Bunu biraz uzadaq, bura V qoyaq. Bunun son nöqtəsidir. Burada oldu 6V0. Burada 3 nöqtəsi. İndi baxaq, gördüyümüz kimi qrafikimizdə çəkdik. Gözümüzün qarşısında 1-2 nöqtəsini dəyişməyib. Yəni N0, bir nöqtədə əgər N01, N0 idisə, elə ikinci nöqtədə də olacaq N0. Bu dəyişmədi. Amma 2-dən 3-ə keçəndə isə dedik tərs asıdır. Həcm 1,5 dəfə artdığından konsentrasiya da əvvəlki qiymətindən 1,5 dəfə az olmuş olacaq. 60. Bu da tez-tez düşən suallardandır. Sərxası cəryan şiddəti 5 amperdən 3 amperə qədər azaldıqda. Deməli, I1 5, I2 3 amper azalıb. Enerji isə 4 jol azalar. Yəni delta azalmaq, artmaq nə deməkdir? Delta yaz. Bərabərdir -4 jol. Sarğacın induktivliyini hesablayın. L bərabər sual. Deməli, bunu uzun-uzadı hesablaya bilərsiniz. L kvadrat bölünsün 2-dən, yəni W1 bərabər W-ya, W2 bərabər W çıxılsın 4 yazıb da hesablaya bilərsiniz. Kvadrat qasıq və s. uzadacaqsınız, aparıb yerinə qoyacaqsınız və birbaşa delta W maqnit bərabərdir. L kvadrat bölü 2-də axı dəyişməsi olar. L bölünsün 2, I kvadrat çıxılsın I1-in kvadratını. I2 kvadrat çıx I1-in kvadratını. Delta W maqnitin yerinə -4 yazıram. Bərabərdir. Azalıb axı. Deməli, dəyişməsi mənfidir. Bərabərdir. L bilmirik. Bölünsün 2. E2-nin kvadratı, yəni 9. Çıxılsın I1-in kvadratı, yəni 25. 9-dan 25 çıxanda qalır -16. O -16 ilə -4 gedir, qalır 4. Deməli, 4-dən 2 də gedir, qalır burada 2. Deməli, L bərabər olacaq 2 Henriyə. Bu qədər. Suallar çətin deyildi, asan suallar idi. Hər birinizə uğurlar arzulayıram.